Gəlin 9-cu siniflər üçün nəzərdə tutulmuş OTK sınaq imtahanını birlikdə yoxlayaq. İngilis dili təbii ki. Choose the synonym of the underlined word. Altına xətt çəkilmiş sözün sinonimini seçmək tələb olunur. Most teenagers have active lifestyle nowadays. Yəni çox yeniyetmələrin bu günlərdə aktiv, fəal həyat tərzi var. Active sözünün sinonimini tapmaq bizə lazımdır. Basic əsas deməkdir. Beloved sevimli. Energetic yəni enerjili. Aktiv sözünə sinonim ola bilər. Bəli. Boring sıxıcı. Strange qəribə. Doğru qeyd olunmuşdur. Düzgün cavab C variantı olmalıdır. Növbəti test. Choose the correct variant. Doğru variant seçməliyik. Variantlara baxıb görürük ki, burada doğru əvəzliyi seçmək tələb olunur. Və düzgün cavab seçildiyini artıq görürəm. I have finished my project this week. Bəli, bu həftə mən proyektimi I və my istifadə olunub. I şəxs əvəzliyi, my yiyəli əvəzliyi düzgün istifadə olunub. Digərlərini yerinə qoysaq səhv olacağını görərik. Məsələn, A variantında I have finished he project ola bilməz, görürsünüz. D variantında he have ümumiyyətlə uyğun gəlmir, he has olmalıydı. C variantında they have finished theirs niyə olmaz? Çünki their olmalıydı. Theirs əvəzliyindən sonra isim gələ bilməz. Eyni qayda E variantındakı ours əvəzliyinə də aiddir. Düzgün cavab B-dir. Bu da doğru qeyd olunubdur. Keçək növbəti testə. Suddenly the children saw. Qəfildən uşaqlar gördülər. Big monkey. Böyük meymun. Meymun sözü sayıla bilən isimdir. Ona uyğun olaraq E istifadə olunmalıdır. A big monkey. On a boat da ola bilərdi, amma yoxdur. Elə bir variant yoxdur. Amma on the boat, bəli, düzgün variant E variantıdır. O var deyə onu seçirik. Qalanları tamamilə səhvdir. Növbəti testdə she has useful information. Information sayılmayan isimdir. Ona uyğun olan variantı seçməliyik. Few, a few, many. Bunlar hamısı sayıla bilən, cəmdə olan isimlərlə istifadə olunur. A lot isə feildən sonra istifadə olunur. Yalnız a lot of həm sayılmayan, həm də cəmdə olan isimlərlə istifadə olunur. Düzgün cavab C variantı doğru yazılıb. Növbəti testə baxaq. Which word best fits the following definition? Having lots of strength or force. Deməli, hansı söz bu sözün, bu ifadənin izahına ən çox, ən yaxşı uyğun gəlir? Hansıdır? Having a lot of strength or force. Çox gücün, qüvvənin olması. Hansı ifadəyə uyğun gəlir? Təbii ki, qüvvətli, güclü, powerful o olmalıdır. Amma digərləri polite, nəzakətli, beneficial, xeyirli, accessible, yəni imkanı olan əldə etməyə asanlıqla əldə olunan, uyğunlaşan, əlçatılan, suitable, uyğun. Bunlardan uyğun gələni D variantı oldu, düzgün yazılıb. Növbəti test. Bu da asan testlər. Bu dəfə mənə elə gəlir, daha asan düşübdür. Different books in the school library. There. Müxtəlif kitablar cəmdə olduğuna görə there və there were ola bilər. D variantıdır. Bəli, hələ ki düz gedir şükür.